İkinci fəsil. Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə. Neməti vəslin görüb nazın çəkirdim can ilə. Bu ensiz sahil uzandıqca uzanırdı. Sahil xəttinin əyri, köndələn köbəri, gah ləpələri yumruqlar kimi əzən qayalar boyu, gah dümdüz hamar çimərliklər boyu çəkilmişdi. Dəniz balaca xudmani körfəzciklərdə sahilin bətninə girir, sivri, nazik qumlu burunları öz altına çəkir, gah qabarıb sahili, qayaları qamarlayır, kiçicik qum adalarını basıb içinə alır, gah da çəkilir, yenidən üzə çıxmış qumlu sahələri, burunları, adacıqları mülayim ləpələri ilə tumarlayırdı. Sahilin dənəvər, qızılı qumlarını yavaş-yavaş sığallayır, oxşuyur, pişik balasını yalayan kimi yalayırdı. Xırda daşları, qumları, balıq qulaqlarını təsbeh kimi bir-birinə çevirirdi. Sonra qəfilcən rəftarını dəyişir, dalğaları dəli rüzgarlarla qamçılanmış kimi şahə qalxırdı. Bayaqki nəvazişdən, sığaldan əsər əlamət qalmırdı. Külək qumları havaya sovurur, dəniz elə bir yüyürüb, qantar içində qayalara çatmaq daşların yalçın sərtliyinə çırpılıb, çilik-çilik olmaq istəyirdi. Bu sahil Pirşağı tərəflərdəki Mayakdan, Mərdəkandan o yana ucalan Qres borusuna qədər uzanmış bu sahil qəsəbələri ilə Buzovna, Zuğulba, Bilgəhlə Xəzər arasında qalmış bu sahil, qərbə doğru getdikcə Nardaranın, Sarayın, Coratın yanından keçib Sumqayıta çatır və Sumqayıtdan da yuxarı şimala doğru uzanırdı. Dənizin uzaq üfüqündə tüylü edən günəş bütün sahilin üstü ilə kos kimi dığırlanıb keçir və axşam tərəfi Zuğulba təpələrinin ardında qürub edirdi. Amma günəş təpələrin dalında gözdən itəndən sonra belə onun maili şüaları proyektor işığı kimi səmaya sancılırdı və bu şüaların əksi dənizin səthinə qızılı paslı talalar salırdı. Şüalar get-gedə qısalır, hava get-gedə qaralır və dənizin üzündə qəribə kölgələr dolaşırdı. Təpələrin, buludların, qayaların əcaib kölgələri. Sahil evlərinin qızılı rəngə çalan pəncərələri ətrafa həzin bir qəribəlik hissi çiləyirdi. Elə bil axşamın bu çağında sahilə kədərli bir dincilik hakim idi. Dənizin gecə həyatı başlanmazdan qabaq qısa bir müddət belə olurdu. Təkəmseyrək adamlar hələ də çimirdilər. Dənizdən çıxmışdılar. Onların silüetləri bir qara ləkə kimi görünürdü. Sahildə bir-iki maşın yubanıb qalmışdı. Alatoranlığın gecə qaranlığına keçdiyi bu son dəqiqələrdə çılpaq bir kişi oğrun-oğrun ətrafa boylanaraq qurulanır, geyinir, başını darayırdı. Yubanmış maşınlar səssizcə, səmirsizcə çimərlikdə hərəkət edirdi. Çinməkdən qayıdan axırıncı dəstələrin hənirtisi, gülüşü artıq tam qaranlıqlaşmış havada eşidilib itirdi. Çimərlikdən çıxıb uzaqlaşan maşının arxa işıqları İki qan qırmızı lent kimi maşının ardınca sürünüb gedirdi. Bu sahil Zaur üçün dünyanın ən cazibədar bir güşəsi idi və heç bir tərifli təbiət mənzərəsi, sıldırım dağlar, sıx kölgəli meşələr, gür şəlalələr, köpüklü çaylar, yaşıl vadilər, dərin dərələr, sərin təpələr, heç yer qızmar günəşin yandırıb yaxdığı bu quru, ağacsız bitkisiz sahilin gözəlliyinə tay ola bilməzdi. Təxminə. Havalar soyuyub ha, dedi. Zaur uzun, titrikli, iri sarı qəfləni maşından ona uzatmışdı. Təxminə qurulanırdı. Dənizdən indicə çıxmışdı və sulardan maşına qədər gəldiyi yol boyu damcı-damcı zəncirvari iz salmışdı. Maşının içinə isə ayağından səpələnən qumları gətirmişdi. Day çinmək olmaz. Axırıncı dəfədir bu. Zaur. Hə, dedi və siqaretini sümürdü. Payızdır. 3 ay nə tez keçdi, Zaur, hə? Yadında birinci dəfə bura gəlməyimiz. Onda iyun idi, hə? Zaur. İyunun 5-i idi, dedi. Mənim dəqiq yadımdadır. 5 iyun 1965-ci il. Gərək bu tarixi qayalarda bir yeri həkk eləyəydin. Gələcək nəsillərə yadigar qalsın. Zaur. Altında da yazaydım. Zaur təxminə və oxla dəlinmiş ürək şəkli çəkəydim, hə?
Təxminə, bəli dedi. Bu yayda belə keçdi. Bizim yay. Zaur çevrilib arxaya baxdı. Təxminə saçlarını darayırdı. Gedək, gedək. Zaur motoru işə saldı və maşını qumlu sahil yolları ilə şoseyə tərəf sürməyə başladı. Susmuşdular. Təxminə birdən-birə Zaur dedi. Bilirsən ki, mən işdən çıxıram. Nə? Dəyişirəm iş yerimi. Zaur maşınının sürətini azaltdı. Elə bir lap saxlamaq istəyirdi. Çevrilib Təxminəyə baxdı. Necə yəni? Hara belə? Televiziyaya. Təsəvvür eləyirsən, məni diktor götürürlər. Bir dostum var, o düzəltdi. Neçə ildir elə hey məni dilə tuturdu ki, gəl televizorda bizimlə işlə. Amma onda nədirsə fikir vermirdim. İndi birdən yadıma düşdü onun təklifi. O gün götürdüm, zəng elədim. Orada işləyir. Amma vallah, belə tapşırıqsız zadsız özüm öz gücümlə getdim. Məni sınaqdan keçirdilər, mətn verdilər, oxudum. Azərbaycanca da, rusca da bəyəndilər. Görünür, məqamına düşmüşəm. Elə diktor axtarırlarmış. Moskvadan deyir, verilişimiz olacaq. Elə lap yerinə düşdü. Böyüklərdən biri məni təriflədi də. Hər iki dildə deyir, mükəmməl danışırsınız. Zahiri görünüşünüz də münasibdir. Zaur Təxminənin indicə ona verdiyi bu təzə xəbər haqqında düşünür və özü də təyin edə bilmirdi ki, sevinir, yoxsa heyfislənir. Təxminənin belə bir qərara gəlməsinin səbəblərini bilmirdi. Amma hər halda başa düşürdü ki, bu qərar müəyyən dərəcədə onun özü ilə, Zaurla onların münasibətləri ilə bağlıdır. Niyə birdən-birə bu qərara gəldin axı? Bilirdi ki, Təxminənin cavabı dəqiq və dürüst olacaq. Nə varsa onu deyəcək. Təxminə, sənə görə, dedi. Mənə görə? Əlbəttə. Sonra əlavə etdi. Gündə səni görmək mənə çətin olardı. Məni görmək yəni belə məşəqqətdir sənin üçün? Eşitməmisən, aşıq deyib, nə gözlərim səni görsün, nə könlüm qubarə eyləsin. Hər gün səni görəcəkdim. Fikirləşəcəkdim ki, daha mənimki deyilsən. Zaur az qala dilindən qaçırtmışdı. Məgər mən haçansa səninki idim ki, indi daha səninki deyiləm. Amma demədi bunu. Həmin fikri başqa cür ifadə elədi. Nə dəyişib bizim münasibətimizdə? Təxminə səssiz gülümsündü. Zaur görməsə də elə bil bu təbəssümü kürəyi ilə hiss elədi. Maşının güzgüsündə Təxminənin sifətinə baxdı. Təxminə təbəssümünü hələ silib atmamışdı üzündən. Zaurik, yəni doğrudan sən heç nə başa düşmürsən, dedi. Doğrudan başa düşmürsən ki, bizim axırıncı görüşümüzdür. Yaxşı, tutalım axırıncı görüşümüz deyil. Bir şəhərdə yaşayırıq. Yəqin bir-birimizə rast gələcəyik. Təsadüfdən təsadüfə. Amma bu son görüşümüzdür. O mənada ki, yenə gülümsündü. Bir daha bu cür görüşməyəcəyik. Niyəsini soruşmaq istədi Zaur. Amma dinmədi. Səbəbini özü tapmaq istədi. Axı Təxminə onu hey məzəmmət edirdi ki, həssas deyilsən, zərif deyilsən, qadınla kişi münasibətlərinin bütün incəliklərini duya bilmirsən. Hiss edə bilmirsən ki, bu əlaqələr nə ilə düyünlənir və nədən qırıla bilər. Amma hər halda Təxminənin bu qərarı Zauru çox da sarsıtmırdı. Hətta müəyyən bir biganəliklə qarşıladı bu sözləri. Bəlkə də bu, sırf fizioloji bir halla əlaqəli idi. Biraz qabaqki etirazlı çılğın məhəbbət görüşündən sonra Zaur özündə bir laqeydlik, boşluq, toxluq hiss edirdi. Ağır vaxtlar çox tez-tez görüşürdülər. Bir də bundan idi bəlkə də bu doyğunluq. Bəlkə Təxminə bu xəbəri bir neçə saat bundan qabaq onlar çimərliyə gələrkən öpüşlərdən, ağuşlardan, pıçıltılardan və nəvazişlərdən qabaq desəydi, Zaur daha çox narahatlıq keçirərdi. Bir neçə gün Təxminəni yenidən ağuşuna almaq istəyi çılğın, dözülməz bir ehtirasa çevrilincəyə qədər bu fikrə ayrılmaqları, bir daha görüşməyəcəkləri fikrinə nisbətən sakit və biganəliklə baxa bilərdi. Nə yaxşı ki, o axmaq məktubu cırıb atdım, Təxminəyə göndərmədim deyə düşünürdü. İlk yaxınlığın təsiri altında həm də dəm vaxtımda yazdığım o kağızda nələr qırıldatmamışdım. İlahi, indi bütün o fikirlər necə də gülməli gəlir mənə, məhəbbət filan. Sənsiz yaşaya bilmərəm, getmə gözümdən, gedərəm özümdən. Nə sevgi, nə filan əşi. İstək var, ehtiras var, arzu kamına çatmaq intizarı var. Bir də istədiyinə nail olandan sonra doyğunluq, bezginlik, biganəlik var və salam. Qalan hamısı sözdür, havai söhbətlərdir. Bilirsən bu kimin bağıdır? Təxminənin səsi Zauru fikirlərindən ayırdı. Yolun sol tərəfində nahamvar boz daşlardan hörülmüş uca barının arxasında 2 mərtəbəli,
Əyri köndələn eyvanlı bir ev vardı. Eyvan bulanıq yaşıl rəngə boyanmışdı. Yox, Murtuzovgilin, sizin qonşularınızın, Zaur təəccüblə. Murtuz Balayeviçin, deyə xəbər aldı. Sən hardan onu tanıyırsan? Oğlunu tanıyıram. Spartakı, dedi və elə bil içində nə isə titrədi. Spartakı yaxşı tanıyırdı. Bilirdi nə yuvanın quşudur. Qadınlara, illah da gözəl qadınlara nə gözlə baxır. Ümumiyyətlə bilirdi nə oyunlardan çıxır Spartak. Ağzını Allah yoluna qoyub qadınlar haqqında nələr danışdığından da xəbərdar idi. Təxminən Spartakla tanışlığı Zauru heç açmırdı. Amma qəsdən biganəliklə. Bəs Spartakı hardan tanıyırsan, deyə soruşdu. Mənim bir rəfiqam var, onun tanışıdır. Tanışıdır sözü Zaurun bütün içini qaynatdı. Axı bilirdi Spartakla tanışlıq qadın üçün nə deməkdir. Təxminə birdən saxla, dedi. Zaur əyləci bastı və maşın iri dəmir darvazanın düz qabağında dayandı. Nədir? Gəl düşək, bilirsən bu evəndən nə gözəl mənzərə görünür. Adamın ürəyi açılır. Bircə elə bu çatmırdı. Özgənin bağında nə işimiz var? Tərsliyinə salma, bircə dəqiqəliyinə düşək. Zaur könülsüz maşından çıxdı. Deyəsən sən bu eyvandan çox seyr eləmisən mənzərəni, dedi. Heç ağlıma da gəlməzdi ki, sən Murtuzovgilə gedib gəlirsən. Bakıda da gəliş-gedişiniz var. Bəs nəcəb heç rastlaşmamışıq bizim həyətdə. Əşi, yox canım, Bakıda heç evlərini tanımıram. Bu bağda da bircə dəfə olmuşam. Qonaqlıq idi. Çoxlu adam vardı. Mən də hardansa gəlib düşmüşdüm onların kampaniyasına. Kim verirdi qonaqlığı? Spartak ya Murtuz Balayeviç? Murtuz Balayeviç kimdir? Spartakın atası. Heç onun sifətini də görməmişəm. Qonaqlığı Spartak düzəltmişdi. O vaxt mənim rəfiqəmlə gəzirdi. Deyəsən Spartakın ad günü idi. Yadımda deyil. Bir söz mən də dartıb gətirdilər. Sən əlbəttə tək idin, ərsiz. Allahu Əkbər, nə belə məni sorğu-suala tutmusan? Hə, Manaf deyəsən doğrudan da Bakıda yox idi. Zaur. Tiflisdə idi, dedi və dərhal dediyinə peşman oldu. Elə bil təxminə birdən-birə söndü. İçinə çəkilib büzüşdü. Axı hər ikisinin yadında idi. Təxminə Zaura özü demişdi ki, Manafın Tiflisdə aşnası var. Ara sıra bəhanə tapıb onun yanına cumur. İndi Zaur ona məhrəmliklə açılmış bu sirri şapalaq kimi çırpmışdı təxminənin üzünə. Təxminə qəmli-qəmli başını buladı. Özün bil, dedi. Mən istəyirdim ki, eyvandan baxasan. Dəniz, kənd çox qəşəng görünür. İstəmirsən, baxma. Daha məni sancmaq nəyə lazımdır? Zaur günahını yumaq üçün yumuşaqlıqla. Axı qapı bağlıdır, dedi və nəvazişlə Təxminənin gözlərinin içinə baxdı. Təxminə doğrudan da elə bil yumşaldı. Bəs uşaqlıqda heç üzüm oğurluğuna getməmisən, dedi. Bir yandan da idmançısan hələ. Aş görün bu barını. Zaur da bu zarafat danışıq və davranış tərzini saxlamağa çalışdı. Odur ki, qıvraq bir hərəkətlə tullanıb barının üstündən yapışdı. Dartınıb hasarın üstünə çıxdı və o tərəfə açdı. Darvazanı taybatay açdı və Təxminəni içəri dəvət elədi. Buyuracaqsınız, xanım, dedi. Axarbaxarlı eyvandan dənizin, sahilin, qəsəbənin geniş mənzərəsini seyr edirdilər. Eyvanın döşəməsində azı bir 10 cüt köhnə, yırtıq çəkmə məst vardı. Onların arasında nimdaş, dikdaban qadın ayaqqabıları da vardı. Təxminə, vaxtilə bu ayaqqabılar dəb idi, dedi və qəfilcən xəbər aldı. Bacısını necə, tanıyırsan? Spartakın bacısını. Firanı, əlbəttə tanıyıram, dedim axı, bizim qonşularımızdır. Nədir ki? Heç, deyirlər çox gözəl qızdır. Mən görməmişəm, bilmirəm, dedi. Fikir verməmişəm, gözəldir ya yox. Zaur bunu müəyyən əsəbiliklə dedi, çünki xoşu gəlmirdi Murtuzovlardan. Doğrudur, Fira haqqında bunu deyə bilməzdi. Bu cavan qızcığazdan nə xoşu, nə acığı gəlirdi. Elə bil o heç yoxmuş, amma ata-anasından, illah da qardaşından zəhləsi gedirdi. Hər halda, dedi, Fira ailələrinin başqa üzvlərindən bir cəhətcə üstündür ki, dinib danışmır, heç olmasa həmişə susur. Deyəsən onlarla aran yoxdur, hə? Doğrudan ha, heç ağlıma gəlmir. Harda görünüb ki, qonşu ilə yola getsin. Mətbəxdə yəqin gündə dava mərəkdir. Xəlvətə salıb bir-birinizin qazanına çəngəllə duz atırsınız, elədir? Zaur quru tərzdə dedi. Çox üzr istəyirəm, amma bizim mətbəxlərimiz ayrı-ayrıdır. Mənzillərimiz də başqa-başqa mərtəbələrdədir. Belədir, onda deməli qonşu ilə ədavət daha yüksək zəmindədir. Murtuzovgil təzə fin mebeli alıblar. Amma bizimki Zeynalovlarınki köhnə ərəb mebelidir, dad bidad. Zaur.
Adamı sancıb dalamaqdan ləzzət alırsan, dedi. Yaxşı, yaxşı, mısmırığını sallama canım ciyərim. Dərindən nəfəs aldı. Ciyər demişkən, dərindən nəfəs al Zaur, dedi. Çək bu havanı ciyərlərinə. Məcundur bu. Oxay. Zaur siqaret çıxartdı. Təxminə, çəkmə, dedi. Özünü zəhərləmə. Bir bu təmiz dəniz havasını doyunca ud. Zaur siqareti qutusuna qoydu. Ay səni Zaurik, qiyamət oğlansan. Yaxşı, söhbətimiz yarımçıq qaldı axı. Başa salmadın məni ki, niyə bu axırıncı görüşümüzdür və nə səbəbdən ayrılmalıyıq? Nə səbəbdən? Təxminə çiyinlərini çəkdi. Bunu izah eləmək uzun çəkərdi. O qədər səbəb var ki, məsələn belə bir səbəb. Birdən bir səhər yuxudan durarıq, görərik ki, bir qəlbdən 1000 qəlbə aşiq olmuşuq bir-birimizə. Hər halda ikimizdən birimiz tutalım elə mən, aşiq oldum sənə, vuruldum. Onda necə olsun? Kimə lazımdır bu? Sənə, mənə? Bir də ki, ümumiyyətlə, axı həyatı qalizləşdirmək nə üçün, hə? Onsuz da cəncəldir bu həyat. Zaur düşündü. Onu düz deyir. Həyatı qalizləşdirmək nəyə gərək? Axı belə məlum oldu ki, bu cəhətdən arxayınçılıqdır, dedi. Sən aşiq olub eləyən deyilsən. Olsaydın olardın da, 3 aydır görüşürük, vurulub eləməmsən ki. Aşiq olmaq, vurulmaq sözlərini hər ikisi yüngül bir istehza ilə tələffüz edirdi. Hə, vurulmamısan ki, mənə. Düz demirəm, təxminə. Bəs sən, dedi Zaur. Mən? Bəli, sən. Sən necə, vurulmusan? Əlbəttə, bu nə sözdür? Mən elə birinci görüşümüzdən dəli divanəyəm. Axı sənə də ilk görüşdən dedim ki, sevirəm səni. Məcnun kimi, mən nə bilim, Kərəm kimi, Fərhad kimi. Dayan, küyə basma. Demək bir şeydir, duymaq, dediklərini doğrudan doğruya hiss etmək başqa şey. Bir də ki, sən bütün bu yağlı dilləri o vaxt 3 ay bundan qabaq tökürdün. Onda aramızda heç bir şey yox idi. Bəs indi də bu sözləri təkrar eləyə bilərsənmi? Belə yar zarafatla, lağlağıya sala-sala, maskaraya qoya-qoya, yox. Ciddi, tam ciddiliklə dilinə gətirə bilərsən bu sözləri. Dəli olmusan, təxminə. Əlbəttə mən zarafat eləmirəm. Ciddi sözümdür. Doğrudan da səni sevirəm. Vurulmuşam sənə. Zaur bu sözləri deyirdi. Amma özü də hiss edirdi ki, tamamilə tutumsuz, içi boş sözləri tələffüz edir. Bu sözlərin dalında duran duyğuların heç birini həqiqətdə yaşamadan deyir. Hətta bu yar zarafat tərzi ilə də gizlədə bilmirdi yalanını. Və təxminə də bunu dərhal duydu. Tükü-tükdən seçərdi təxminə. Yaxşı, boşla Zaur, dedi. Adamın lap ürəyi qalxır sənin bu sözlərindən. Havayı danışdıq, bəsdir. Zaur əlini təxminənin üzünə çəkdi. Bilirdi ki, bu sözləri kara gəlməyəndə, gücsüzləşəndə köməyə hərəkətlər, əllərin nəvazişi, sığal, təbəssüm getir. Təxminə onun əlindən yapışdı. Bir qədər öz sifətində saxladı Zaurun əlini. Sonra üzündən araladı. Çevrilib ovucunun içinə baxdı. Elə baxdı, elə bil Zaurun əlinin içini birinci dəfə idi görürdü. Əllərin nə iridir, Zaurik, dedi. Haradansa çox uzaqlardan elektrik qatarının səsi gəldi və bu səs uzun müddət havada qaldı. Sonra yavaş-yavaş əriyib itdi. Təxminə şəhadət barmağını Zaurun ovucunun içinə dirədi. Yumuşaq, pişik cırmağı kimi iti bir hərəkətlə dırnağını Zaurun ovucundakı cızlıqlara çəkdi və dedi. İstəyirsən falına baxım. Baxa bilərsən. Əlbəttə o biri əlində aç görüm. Zaurun hər iki əlini əlləri arasına aldı. Uzun uzadı ovucularının içinə tamaşa elədi. Sağ əl keçmiş və indiki vaxtdır. Ona görə ki, sağ əl fəaldır, işdədir. Olmuş və indi bu saat olacaq işləri göstərir. Sol əl isə gələcəkdir. Hələ olacaq hadisələri xəbər verir. Odur ki, hələ hərəkəti azdır, passivdir. Bax, bu xətlər xoşbəxtlik, yalqızlıq, kədər xətləridir. Bu gözləmədir. Bu xətt isə qəribə, gözlənilməz işlərə qadir olub-olmamağını göstərir. Görək indi səndə necədir? Bax, bu şöhrət xəttidir. Səndə var bu xətt. Bu xətt ay xəttindən başlanır. Yəni, real həyatdan daha çox fantaziyalara qapılırsan. Amma bu xətt də real həyat xəttinə qovuşur. Bunu görürsən, bax, bu xətt. Aha, işə bax, 2 ya 3 uşağın olacaq. Hər halda ikisi mütləq oğlan uşağıdır. Yəni, bunu da təyin eləmək olur. Bəs necə? Elə bilirsən halvaymış sənin üçün. Bax, bu xətti görürsən, sənin bir bacarığın varmış. Bütün hisslərini, düşüncələrini işə, zəhmətə yönəldə bilirsənmiş. Şiurun dəqiqdir, müstəqimdir. Bir balaca, lap belə cüzi dərəcədə xəyala, fantaziyaya əməl edirsən.
Lap qoca yaşlarınacan ömür sürəcəksən və axıra qədər də həyatı sevəcəksən. Dövlətin çox olmayacaq. Başqa şəhərə köçüb eləməyəcəksən. Aha, bu xətt mühazirə xəttidir. Amma o heç bir başqa xəttə qovuşub eləmir. Bax, bu da Venera kəməridir. Sevmək və aldanmaq bacarığı. Bu xəttdə yarıda qırılır. Bütün xəttlər elə bir yarımçıqdır, Zaur. Dad yarımçıq əlindən. Dalına qulaq as. Ən çətin sınaqdan orta yaşlarında keçəcəksən. Ömrün haçalanacaq. Bax, görürsən, bu haçalanmış xətt, talih xəttidir. Haçansa iki od arasında qalacaqsan. Sininə dolduqca xasiyyətin daha mülayim olacaq. Amma zəhmin zabitən artacaq. Kaş sənin sinli çağını, zəhimli zabitəli vaxtını görərdim, Zaurik. Heç səni bu sifətdə təsəvvür edə bilmirəm. Yaxşı, mənim məsələmi bildik, indi öz falına bax. Yox, nə danışırsan, qorxuram, heç vaxt öz falıma baxmaram. Qoymaram da ki, başqası baxsın. Bir dəfə baxdırmışam, bəs eləyib. Baxdırmısan, nə çıxıb ki? Demərəm. Yaxşı, de görək, ürəyimizi çəkmə. Yox, özün bil. Zaur təkid eləmədi və həmişə olduğu kimi, indi də inadından vaz keçən kimi təxminə özü razılaşdı. Yaxşı, deyərəm, ancaq bircə şərtlə dedi. Bu sirri heç kəsə verməyəsən. Bir sən bil bunu, bir də mən. Ovcumun içinə bax, bu xətti görürsən, burada qırılır. Görürsən? Hə, bilirsən niyə qırılır burada? Yox, bu mənim ömrümdür. Qırılması da ölüm, erkən ölüm. Bir qoca falçı vardı. O baxıb falıma. O dedi, utanmırsan, ali təhsilli qızsan, başını belə cəfəngiyatla doldurursan. Elə bir eşitmədi Zaurun sözlərini. Bəzən düşünürəm, Zaur dedi. Birdən doğrudan da bütün bu sən demiş cəfəngiyat düz oldu. Necə deyərlər, Çin çıxdı. Günü sabah azarladım, öldüm. Təyyarədə, ya maşında qəzaya düşdüm. Nə bilim, min cür səbəbdən insan ölə bilər. Bəzən belə fikirlər də olur başıma. Öz-özümə yaman yazığım gəlir. Az qalıram ağlayım. Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənim üçün yanacaq? Ərim, tutalım 1 ay, 3 ay heyfisləndi. Sonra hər şeyi unudacaq gedəcək. Başqa kim? Qonşumuz Mədinə. O da tutalım 1 ay, yox 1 ay da yox, 2 həftə yaz saxladı mənim üçün. Başqa kim? Sən? Yaxşı, sən də 2 həftə. Ya bağışla, 2 həftə çox uzun müddətdir. 1 həftə 3 gün mənim üçün matəm saxladın. Dərdə qəmə batdın, lap saldın ürəyinə. Sonra axı sən də unudacaqsan, elə deyil, hər şeyi unudacaqsan. Bu görüşlərimizi də, o sahili də, bax, həmin bu eyvanı da. Düz demirəm. Səfə-səfə danışmaqdan yorulmadın. Nə də elə başına qara qura fikirlər salırsan, gah ayrılmağımızdan dəm vurursan, gah ölümdən. Gəl yanıma. Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı. Küncdə sement qutuları qoyulmuşdu. Bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı. Qab-qacaq pəncərə ağzına yığılmışdı. Qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı. Sınıq salxaq şkafın rəflərində sirkə abqora şüşələri düzülmüşdü. Zivənin dalına döşəklər, üstsüz balışlar və yorğanlar yığılmışdı. Zaur təxminəni öpdükcə, oxşadıqca təxminə. Qəsdən səni bura gətirdim deyirdi. Axırıncı dəfə, son dəfə səninlə olmaq istəyirdim. Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı. Axırıncı görüşləri falan deyil. Yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini. Çünki təxminə onsuz, Zaursuz yaşaya bilmir. Buna lap qəti əmin olmuşdu Zaur. Odur ki, sakit idi. Deyir, axırıncı görüşümüzdür. Çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm. Desə deyəcəyəm ki, balam özün qərar vermədin, axır görüşümüzdür. Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam. Maşına minəndə təxminə. Amma səni o bağa aparmağımın bir səbəbi də var idi, dedi. Bu səbəbi heç vaxt bilməyəcəksən. Nə səbəbdir ki? Demərəm. Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə, təxminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təxminə heç bir şey demədi. Nə onda, nə sonra. Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi. Bəlkə də heç yox imiş belə bir səbəb. Təxmini elə belə onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir? Evlərinin tininə vurulmamış maşını saxladı. Təxminə elə maşının içindəcə Zaurun boynundan öpdü. Əlvida dedi. Və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı. Əlvida, sağ ol, hələlik.
Vida sözlərinin heç bir fərqi yoxdur. Hələlik deyib ömürlük ayrılmaq olar. Əlvida deyib 3 gündən, 3 saatdan, 15 dəqiqədən sonra yenidən görüşmək olar. Bu belədir əlbəttə. Amma hər halda evdə, çimmək otağına keçib soyuq çiləyin altında yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahilin qumu, dənizin duzu, isti günün təri ilə birlikdə təxminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini, bir də heç bir zaman sözlərini, pıçıltılarını, saçlarının iyini, bir də heç bir zaman təxminə ilə görüşməyəcəklər. Saçlarını əli ilə alnından atdığını, dodaqlarında tükənmiş təbəssümün, gözlərinin dibində sönən son qığılcımlarını Zaur heç vaxt görməyəcək. Əlbəttə belə deyil deyə düşündü. Əlbəttə yenə görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək vəssalam.